Hər həftə qoçlar üçün yaxşı çıxırdı, gözəl çıxırdı. Amma bu həftə qoçların biraz qanı qaralacaq, keyfləri olmayacaq. Ola bilsin xəstəxana ilə bağlı işləri oldu, narahatçılıqları oldu. Bəzilərində də şad xəbər eşidəcəklər, yaxşı olacaq. Buğalar haqqında da biraz narahatçılıq hiss edirəm. Buğaların da məhkəmə ilə bağlı işlər ola bilər, boşanma haqqında söz-söhbət, hətta nişan olacaqsa o nişan dağıla bilər. İşlərində də biraz bu həftə uğursuzluq olacaq, amma inşallah gələn həftə yaxşı olacaq. Əksilər haqqında çox gözəl həftələr olacaq. Bu həftə uğurludur. Allah tərəfindən onlara gözləmədiyi bir sürpriz gözləyir. Demək olar ki, çoxsu yox, bəzilərinin başından pul yağacaq. Xərçənglər haqqında da deyə bilərəm ki, maddi cəhətdən durumları yaxşı olacaq. Onların da səhhəti ilə bağlı biraz narahatçılıqlar ola bilər, xəstəxanaya düşə bilərlər. Biraz səhhətləri ilə bağlı uğursuzluqlar ola bilər. Hətta Allah uzaq eləsin, itkilər də ola bilər. Şiri uğur gözləyir bu həftə. Şir bu həftə gözləmədiyi anda pul görükür, gözləmədiyi anda iş təklifləri görükür. Uğurlu həftədir. Qız bürcü üçün də maddi cəhətdən uğurlu görükür, maddi cəhətdən qazancları ola bilər, amma ehtiyatlı olsunlar. Bəzilərində yol qəzaları görükür, çətinliklər ola bilər. Tərəzi bürcü bu həftə gözəl günlər gözləyir, şad xəbərlər gözləyir. Gözləmədiyi anda uğurlar gözləyir, itirdiklərini tapa biləcəklər, şad xəbər eşidə biləcəklər. Əqrəblər üçün də bu həftə biraz uğursuzluq gözləyir, ehtiyatlı olsunlar, özlərindən asılıdır. Oxatan illərdir gözlədiyi arzusuna çatacaq bu həftə və oxatan illərdir gözlədiyi zaksımı, kəbinmi ona düşəcəklər və oxatan sevdiklərinə qovuşacaq, hər şey gözəl olacaq o xatanlar üçün. İstər maddi cəhətdən, istər ruzi cəhətdən, hər şey gözəl olacaq onlar üçün. Oğlaqlarda nəsə çətinliyi görürəm bu həftənin yarısına qədər, amma yarısından sonra hər şey onlar üçün uğur gətirir. Dolçalar bu həftə biznes işində biraz uğursuzluq gözləyir. Çox dərinə getməsinlər, aldana bilərlər, hətta biraz ziyana da düşə bilərlər, ehtiyatlı olsunlar. Balıqların fikrində iki biznes işi var və ikisi də uğur gətirəcək bu həftə. İkisini də fikirləşirlər, götür qoy arasında qalıblar ki, iriyərəm birdən uduzaram, amma bu həftə addım atacaqlar və o addımda da udacaqlar.